Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmrah Sanova Cəmalə. Bugün sizlə 7-ci sinifin 10-cu mövzusu olan maşın və mexanizmlər haqqında ümumi məlumat mövzusu barədə danışacağam. Baxın müəllimlər, kanalımıza abunə olun, rəy bildirməyi, daha sonra bəyənməyi unutmayın. Çünki bütün mövzuların izahı kanalımızda öz əksini tapmaqdadır. Hansı ki, heç bir YouTube kanalında belə bir imkan yoxdur ki, hansı ki bütün mövzular orada öz əksini tapsın kanalda. Baxın müəllimlər, maşın nədir? Maşın əlbəttə ki, texniki tərəqqinin inkişafında müxtəlif növ maşınlar meydana çıxmışdır. Bunlar buxar maşınıdır, elektrik generatorlarıdır, daxili yanma mühərrikləridir, təyyarədir, avtomobildir, dəzgahdır, radiodur, televiziyadır, kompüterdir. Bu kimi böyük bir kəşflər mühüm rol oynamışdır. İnsan iş fəaliyyətində müxtəlif maşınlardan istifadə edir və onların istifadə olunmasında da əsas məqsəd insan əməyini yüngülləşdirməkdir. Yəni əlbəttə ki, məsələn, toz sorandan nə üçün istifadə edirik? Məişət maşını da əlbəttə ki, insan əməyini yüngülləşdirir və yaxud da ki, nəqliyyatçı maşınlar yük qaldırıcı kranlardır, daha sonra transportyorlardır, liftlərdir. Bunlar nədir? Hər biri insan əməyini yüngülləşdirən texnoloji maşınlardır. Maşın nədir? Maşın enerji, material və məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən bir texniki qurğudur. Bir qısa şəkildə də yadda saxlaya bilərsiniz ki, maşın texniki bir qurğudur. Və maşınlar, iş maşınları və texnoloji maşınlar olmaqla iki qrupa bölünür. Gəlin onlara baxaq. Texnoloji maşınlar, nəqliyyatçı maşınlar, nəqliyyat maşınları, məişət maşınları, energetik və məlumat maşınları kimi deməli növlər mövcuddur. Texnoloji maşınlara əlbəttə ki, dəzgahlar daxildir. Torno dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı, laqunda, nəqliyyat maşınlarına sərnişin avtomobil, təyyarə, deməli qatarlar, gəmilər və metro, yəni sərnişin və yük daşımaq üçün nəzərdə tutulmuş avtomobillər. Nəqliyyatçı maşınlar isə nasoslar, yük qaldırıcı kranlar, transportyorlar, lift, ekskalator, daha sonra elektrokar, daha sonra ekskavator kimi növləri mövcuddur. Məişət maşınları isə toz soran, paltar yuyan, qab yuyan, ət çəkən, qəhvə üdən, kondisioner, sərinləşdirici, tikiş maşını, mikser, şirə çəkən, yəni bir çox şeyləri misal gətirmək olar. Məişət maşınlarını sadaladıq. Daha sonra energetik maşınlar, hansı ki elektrik enerjisi generatorudur, daxili yanma mühərrikidir, reaktiv mühərriklər aiddir. Məlumat maşınları və qurğuları isə hesablayıcı maşınlar, televizor, radio, kompüter, notebook, maqnitofon, videokamera, rəqəmli fotoaparat, video qeydiyyatçı qurğusu daxildir. İş maşınları materialları dəyişdirir, yükləri və insanları daşıyır. İş maşınları, hansı ki materialları dəyişdirir, yükü və insanları daşıyır. Energetik maşınlar isə bir növ enerjini digər məmulata çevirən maşındır. Məlumat maşınları isə bir məlumatı digərinə çevirir və məlumat toplamaq, emal etmək, saxlamaq, istifadə etmək üçün nəzərdə tutulmuşdur. İndi bunların açıqlamasına baxaq. Baxın müəllimlər, iş maşınlarında nə deyir? Materialları dəyişdirir, yükləri və insanları daşıyır. Yəni iş maşınları hansı ki materialları dəyişən nə olur? Məsələn, dəzgahlar olur ki, hər hansı bir materialı dəyişə bilir. Bu texnoloji maşınlara aid edilə bilir, texnoloji iş maşınlarına. Daha sonra yükləri və insanları daşıyır. Həmçinin nəqliyyat maşınları və nəqliyyatçı maşınlar. Deməli, iş maşınları 3 yerə bölünür. Texnoloji maşınlar, nəqliyyat maşınları və nəqliyyatçı maşınlar. Energetik maşınları isə bir növ enerjini digərinə çevirən maşın növlərdir. Hansı ki, burada elektrik maşınlarına aid olan sıralama daxildir. Məlumat maşınları da bir növ məlumatı digər məlumata çevirir. Bu da məlumat maşınları və qurğuları daxildir. Və deməli, iş maşınları 4 əsas hissədən ibarətdir. Mühərrik, ötürücü mexanizm, işçi orqan və idarə etmə mexanizmləri. Baxın, mühərrik, ötürücü mexanizm, işçi orqan, idarə etmə mexanizmləri. Bəs mexanizm nədir? Mexanizm hansı ki, maşının, cihazın, aparatın işə salan daxili bir qurğusudur. İdarə etmə mexanizmi lazım olan texnoloji əməliyyatları yerinə yetirir, hərəkəti pəs daha alətə ötürür. Burğu və torna dəzgahında idarə etmə orqanı patrondur. Burğu qoşulmadıqda isə şpindeldir. Şpindel isə poladdan hazırlanan bir baldır. Sağ ucunda dəyişdirilə bilən patronların bərkidilməsi üçün xüsusi bir yivdir. Yiv var. Torna dəzgahında işçi orqan, kəsicisi olan patron qoşulmuş şpindeldir. Şəkil 1-ə nəzər salın. Baxın, deməli burada hansı ki
belə deyim də, burğu qoşulmadıqda şpindel A-dır, yəymə dəzgahında vallar B-dir, elektrik mühərriki isə C-dir. Ötürücü mexanizmlər şəkil 2-də göstərilmişdir. Mütləq şəkillərindən yadda saxlamağa çalışın. Hansı ki, deməli, A qayış ötürməsidir, B dişli ötürmə, C zəncir ötürməsi, C vintli ötürmə, D dişli tamasalı ötürmədir. Mühərrik hər hansı bir enerji növünü mexaniki enerjiyə çevirən bir qurğudur. Həmçinin elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir. Ötürücü mexanizm hərəkəti elektrik mühərrikindən işləyən, yəni icra edən orqana ötürür. Qayış ötürməsi ötürücü mexanizm kimi tikiş maşınında, burğu və torna dəzgahlarında istifadə edilir. Yəni qayış ötürməsində ötürücü bir mexanizm kimi tikiş maşını, burğu və torna dəzgahlarında geniş istifadə edilir. Hərəkətin ötürülməsi və ya onun xarakterinin dəyişdirilməsi üçün hərəkətin ötürülməsi və dəyişdirilməsi mexanizmlərindən istifadə edilir. Fırlanma hərəkətini nisbətən böyük məsafələrə ötürmək üçün yastı qayış keçirilmiş iki qasnaqdan ibarət qayış ötürməsindən istifadə edilir. İstənilən maşında həmçinin bəzi tərtibat və alətlərdə hərəkət bir detaldan başqasına ötürülür. Fırlanmanın hərəkətini nisbətən böyük məsafələrə ötürməkdən ötürü yastı qayış keçirilmiş iki qasnaqdan ibarət olan dediyimiz kimi qayış ötürməsindən istifadə edilir. İstənilən maşında bəzi tərtibat və alətlərlə hərəkət edən bir detaldan başqasına ötürülür. Hərəkətin ötürülməsi və dəyişdirilməsi üçün ötürücü mexanizmlərdən istifadə edilir. Hansı ki, əl və elektrik direllərində dişli ötürmə, velosipeddə zəncir, dülgər, yəni xarrat versakının sıxaclarında, ətçəkən maşında vintli mexanizmdən, dəzgahlarda isə dişli tamasalı ötürmələrdən istifadə edilir. Bəs qasnaq nədir? Qasnaq ötürücü qayışa hərəkət verən xüsusi bir çarxdır. Deməli, əgər qasnaqların diametri eyni deyilsə, onda hərəkətin ötürülməsi prosesində aparan qasnağın fırlanma tezliyi dəyişəcəkdir. Fırlanmanın çoxalma və azalmasını göstərən rəqəm isə ötürmə nisbəti adlanır. Hansı ki, bu da belə deyim də, aparılan qasnağın diametrinin aparan qasnağın diametrinin nisbəti isə ötürmə ədədi adlanır və i hərfi ilə işarə edilir. Hansı ki, burada bir düstur var ki, i bərabərdir n1-in n2-yə, d2-nin d1-ə olan nisbəti. Burada n1 aparan qasnağın dövr sayıdır. n2 aparılan qasnağın dövr sayıdır. d2 aparılan qasnağın diametridir. d1 isə aparan qasnağın diametridir. Baxın, burada yerinə qoyulubdur. Məsələn, aparan qasnağın diametri, yəni d1 50 millidir. Aparılan qasnaq n2, yəni 100-dür. Aparan qasnağın dövürlər sayı n1 80-dir. Aparılan qasnağın diametri, yəni d2-ni tapmalısınız. Bu zaman rəqəmləri yerinə qoyub yazırsınız. d2-ni bərabər eləyirsiniz. n1 vurulsun d1-ə, n2 düşür, deməli, aşağı. Bu zaman 80 vurursan 50-yə, bölürsən 100-ə alınır 40 millə. Mövzumuz asandır, sadədir. Yəni burada çətin bir şey yoxdur. Məsələn, praktik iş var orada. O praktik işi də özünüz üçün deməli tərtib eləyə bilərsiniz. Hansı ki, düsturdan istifadə edərək rəqəmləri, ədədləri yerinə qoyub rahat şəkildə verilən nəticəni tapa bilərsiniz. Uğurlar hər kəsə, diqqətlə qulaq asın. Bəyənib, abunə olub, şərh bildirməyi unutmayın.